Mən Doktor Emil Hidayətli 15 illik təcrübəyə malik həkim nutrisiolog olaraq bugün sizi salamlayıram. Bu videoda biz aclıqdan, möcüzəli həblərdən və ya sizi əziyyətə salan bir arıqlama sistemlərindən danışmayacağıq. Bugün biz bu videoda yalnız elmi əsaslandırılmış, sadə icra oluna bilən və sizin həyatınızı dəyişərək yüksək nəticə verən bir sistem haqqında danışacağıq. Bizim sizinlə hədəfimiz yeni vərdişlər qazanmaq, köhnə vərdişləri daha effektiv, kilo vermədə faydalı olan vərdişlərlə əvəz eləmək və verdiyiniz kiloları, o cümlədən yeni vərdişləri qoruyub saxlamaq olacaq. Ona görə rahat əyləşin və bizi izləyin. Bütün diyetləri və mətbəx tərəzilərini unudun. Bugün sizə Harvard boşqabı modeli haqqında danışacağım. Bu, gəlmiş-keçmiş ən effektiv və sadə planlama, qidalanmanın, rasionun planlanma metodudur. Harvard boşqabı nədir? Bu, Harvard Universitetinin ictimai səhiyyə alimləri tərəfindən kəşf olunmuş bir metoddur. Metodun mahiyyətində hər qida qəbulunda boşqabınızdakı lazımlı balansı təmin edəcək zülal yağ karbohidratın nisbətidir. Bu boşqabda verilən normalar sizi daha tox saxlayır, sizin sağlam qidalanmanıza şərait yaradır və sağlam şəkildə kilo verməyinizə kömək edir. Harvard boşqabının quruluşu adətən aşağıdakı kimi olur. Boşqabın yarısını tərəvəz və göyərtilər təşkil edir. Bu lif mənbəyidir, vitamin, mineral mənbəyidir, bizi tox saxlayır. Liflər bilirsiniz ki, bağırsaq üçün çox önəmlidir. Boşqabın 1/4-ni karbohidratlar tutacaq, xüsusən də kompleks, mürəkkəb karbohidratlar. Bura tam taxıllı çörək, taxıllar, kartof, kinoa və digər tam taxıllılar aiddir. Digər 1/4 hissəni isə zülallar təşkil edəcək. Ət, balıq, toyuq, bitki mənşəli zülallar, paxlallar və s. Və əlavə olaraq dəyərli yağlardan istifadə edəcəyik. Bu zeytun yağı, katan toxumu yağı, qoz, avokado və digər yağlı qidalardan ibarət olmalıdır. Harvard boşqabının belə effektiv işləməsinin əsas səbəbləri aşağıdakılardır. 1. Qida maddələrinin demək olar ki, defisiti olmur. 2. Sizdə artıq yeməyə meyillik yaranmayacaq. Çünki balanslı qidalanırsınız, liflə, zülalla zəngin qidalanırsınız ki, bu sizi daha uzun müddətli tox saxlayacaq. 3. Qanda şəkərin səviyyəsi daha stabil olur. Bu da sizə şirniyə meyilliyinizi azaldacaq, şəkər pikləriniz, krizləriniz olmayacaq. Növbəti önəmli məqam, kalori saymağa ehtiyac yoxdur və siz artıq təcrübə ilə göz yaddaşı olaraq həmin boşqabı formalaşdırıb doldurmağı artıq öyrənəcəksiniz. Və ən əsas məqamlardan biri, Harvard boşqabı həyat boyu sizə uyğun olacaq. Yəni bu, adətən çoxumuzun etdiyi kimi müəyyən tədbirlərdən öncə və ya istirahətdən öncə etdiyimiz diyetlər kimi bunu etməyə ehtiyac olmayacaq. Davamlı tətbiq edə bilirsiniz və ən əsası Harvard boşqabı əsasında qidalanma əslində bu bir diyet də deyil, bu bir həyat tərzinə çevrilir və uzun müddət həyatınızın sonuna qədər bu vərdişlərlə daha sağlam kilo verib, yeni nəticələri qoruyub və sağlam qala bilirsiniz. Harvard boşqabına uyğun olaraq bir günlük qida rasionuna bir nümunə gətirmək istəyirəm. Səhər yeməyinə 2 yumurtadan, göyərtidən hazırlanmış omlet, yanında bir dilim tam taxıllı çörək, yanında biraz zeytun və bir neçə dilim pendir ola bilər. Günorta yeməyinə misal olaraq toyuq əti bişirilmiş sobada, yanında tam taxıllı olaraq biraz qarabaşaq və ya kinoa ola bilər və mütləq yanında bir kasa tərəvəz və zeytun yağı əlavə olunmuş halda. Axşam yeməyinə isə yenə də sobada bişmiş tərəvəzlər, zülal olaraq paxlallardan, mərcidən istifadə edə bilərsiniz və yenə də bunun yanında əlavə olaraq ya qatıq və ya toxumlardan istifadə edə bilərsiniz. Harvard boşqabı metoduna əsasən siz məhsulları növbələşdirə bilərsiniz. Özünüzə uyğun məhsulları zülalı zülalla, tərəvəzi tərəvəzlə və taxılı taxılla müvafiq olaraq əvəz edə bilərsiniz. Əsas məsələ
Harvard boşqabı sizə tərəzisiz, artıq təcrübə ilə intuitiv olaraq artıq vizual göz yaddaşınızla formalaşandan sonra qidaları əvəzləyib rahat şəkildə sağlam, balanslı qidalanıb və hətta uğurlu kilo verməyə kömək edəcək. Ən önəmli məqamlardan biri də əgər sizə bu rahat olacaqsa, Harvard boşqabını hətta daha asan üsulu yumruq və ovuc metodu ilə istifadə olunur. Bu zaman bilməyiniz vacib olan məqam Harvard boşqabında taxıl qrupu və ya karbohidrat qrupu bir sıxılmış yumruq həcmində olmalıdır. Məsələn, qreçka, qarabaşaq və s. Proteininiz vacib məsələ barmaqlar xaric ovucun həcmi boyda olmalıdır və tərəvəzlər isə 2 yumruq həcmi qədər boşqabda yerləşdirilməklə sağlam Harvard boşqabını formalaşdıra bilərsiniz. İndi isə gəlin gizli kalorilər haqqında danışaq. Biz razılaşdıq ki, Harvard boşqabı effektivdir, sadə üsuldur və buna əməl etməklə, vaxtında yeməklə, fiziki aktiv olmaqla, suyu içməklə, gecələr əlavə kökələr, başqa bir şirniyyat yeməməklə yenə də kilonun getmədiyini görə bilərik. Bəli, bu ağrılıdır, amma bu reallıqdır. Bunu əminəm ki, çoxunuz görürsünüz və bizə də davamlı olaraq yazırsınız, etiraf edirsiniz. Bunun əsas səbəblərindən biri məhz gizli kalorilər ola bilər. Gizli kalorilər ayrılıqda çox da ziyanlı görünməyən qidalar ola bilər. Onlardan heç xəbərimiz olmaya bilər. Biz onları tamamilə təhlükəsiz, hətta faydalı hesab etdiyimiz qidalar arasında görə bilərik. Amma bunlar orqanizmə daxil olduqca, qidalanarkən, onları aldıqca kalori mübadiləsini, metabolizmi pozur və kiloların getməməsinə səbəb ola bilər. Həyatımızda ən çox rast gəldiyimiz gizli kalorilərə aşağıdakiləri misal göstərə bilərik. Birinci yerdə çərəz, qoz, fındıq, bunları misal çəkərdim. Faydalı da olsalar 100 qramında 600 və daha çox kilokalori olur. Bununla ehtiyatlı olmalıyıq. Bu kateqoriyadan arahis pastası çox populyar olan və çoxumuzun, yəni bir qaşığında, bir xörək qaşığında 100-120 kilokalori olur və nəzərə alsaq ki, bəzilərimiz elə bir kinoya baxa-baxa, televizora baxa-baxa çox rahatlıqla yarım qabı belə yeyə bilərik. Yəni bu çox təhlükəli ola bilər. Bu kateqoriyadan önəmli və bugün çoxunun sevdiyi kofe kateqoriyasına toxunmaq istəyirəm. Kofelər, xüsusən də südlü kofelər, lattelər, onlara əlavə olunan siropların, şəkərin kalorisini saysaq aşırı bir kaloriya çevrilə bilər. Bu çox təhlükəlidir. Bundan heç xəbərimiz olmayacaq. Bu kateqoriyanı davam eləsək, smuzilər. Ad çox sağlamdır. Diyetlərdə ən çox sevdiyimiz diyetik smuzilər və s. Amma bir smuzinin içinə bir neçə ədəd meyvə, məsələn bir neçə ədəd portağal gedə bilər və s. Bunların hamısı kaloridir. Bunu başa düşməliyik. Xüsusi gizli kalorilər arasında heç kimin ağlına gəlməyən gün ərzində gah uşağınızın dalıca, gah başqa bir ailə üzvünün yemədiyini götürüb heyifdir deyə yesəniz, biraz orada, bir qaşıq burada və s. Bunların hamısı özü də gizli gələn kalorilərdir ki, hərdən deyirlər ki, mən heç nə yemirəm, elə ancaq orada, burada yemək pişirərkən dadına baxıram. Bunlar hamısı hesaba almadığımız, amma ciddi şəkildə orqanizmə təsir edə biləcək kalorilər kateqoriyasına bir misaldır. Gizli kalorili qidalara yağları da misal çəkə bilərik. Faydalı da olsalar, hətta soyuq sıxım yağları da bir xörək qaşığında 120 kilokalori olur. Ona görə həm salata, həm bişirməyə, həm fərqli qidalara əlavə etsək, bu da bəlli bir kaloridir. Ehtiyatlı olmalıyıq. Yoğurtları misal çəkərdim. Xüsusən də marketdən aldığımız yoğurtların içində fruktoza, digər şəkər əvəzləyiciləri olur ki, bunlar ciddi kaloriya səbəb ola bilir. Və bu qrupdan daha bir vacib deyəcəyim məqam meyvə qurularıdır. Xurma daxil, digər gavalı, ərik qurusu faydalıdırmı? Bəli, faydalıdır. Lif mənbəyidir, vitamin, mineral mənbəyi ola bilər, amma kalori baxımdan çox zəngindir. 100 qramında 250-300 kilokalori ola bilər. Ona görə meyvə quruları ilə də çox ehtiyatlı olmalıyıq. Dediklərimi nəzərə alaraq gizli kalorilərlə necə mübarizə aparaq?
Əslində sadaladıqlarımın əksəriyyətini biz istifadə edə bilərik. Sadəcə müəyyən miqdarlarda, məhdud sayda. Məsələn, qoz, fındıq, bu çərəzlərdən bir ovuc deyil, 20 qram misal üçün hər gün istifadə edə bilərik. Meyvələrə gəldikdə meyvələri sıxmaqla şirəsini və ya smuzi etməyib meyvənin özünü yemək, meyvəni içməkdən daha effektivdir, daha faydalıdır. Yağlara gəldikdə yağların miqdarını nəzarətə almaq üçün məsələn qızartmanı əksər hallarda sobada və ya minimal yağ miqdarları ilə etməyə çalışın və kofe sevənlərə də kofeni çalışın ki, tək kofe şəklində içəsiniz, içinə çox süd qatmayasınız, siroplar qatmayasınız. Bu zaman onun kalorisi minimalda qalacaq. Növbəti kateqoriyada ümumiyyətlə rasionunuzdan xaric etməsini tövsiyə edəcəyim qidalar daxildir. Bunlar da yüksək kalorili qidalardır. Kalbasalar, sosislər, hissə verilmiş müxtəlif ət məhsulları. Başa düşməliyik ki, bunların tərkibində çox az miqdarda ət var, əgər ətdirsə, və bol miqdarda müxtəlif qatqılar, hidrogenizasiya olmuş yağlar, margarinlər, glutamat kimi duzlar, fərqli duzlar, qatqılar və kanserogen maddələr hətta var. Bütün bunları nəzərə alaraq bu kateqoriyadan olan qidalar bizə yüksək kalori verir və qida dəyəri çox aşağıdır. Növbəti belə qidalardan biri də fast foodlardır. Ümumiyyətlə bir qrup olaraq fast foodları rasionundan çıxartmağa tövsiyə edirəm. Çünki fast foodların bioloji qida dəyəri çox aşağıdır, enerji dəyəri isə çox yuxarıdır. Bu kateqoriyadan olan növbəti geniş istifadə etdiyimiz qidalar souslar, ketçuplar, bunların da tərkibində başa düşməliyik ki, faydalı sayılacaq bioloji dəyəri və qida dəyəri yüksək olan komponentlər çox azdır və əksinə bol miqdarda qatqılar, konservantlar, margarinlər, duz və şəkər əvəzləyiciləri var. Bəli, düz eşitdiniz. Dediyim bütün kateqoriya qidalarda bol miqdarda şəkər də var. Ona görə bu qidaları ümumiyyətlə rasionunuzdan xaric etməyi tövsiyə edərdim. Təsəvvür edin ki, sevdiyiniz yatağınızda yatırsınız və yuxuda olarkən belə orqanizminiz kaloriləri yandırır, yağ yandırır. Çoxunuz deyəcəksiniz ki, bu ən çox arzuladığımız bir şeydir. Amma bu bir arzu deyil, bu həqiqətən reallıqdır. Bunu hər biriniz edə bilərsiniz. Yuxunun orqanizmə və kilo vermədə çox böyük rolu var. Biz 7-8 saat vaxtında yatılmış yuxu hesabına həqiqətən hər gecə 300-dən 500 kilokaloriya qədər yağ yandıra bilərik. Düşünsək, bu bir mini məşq qədər enerji sərfiyatıdır. Yuxusuzluq və ya yuxu pozğunluğu zamanı əsas stres hormonumuz kortizolun miqdarı artır. Bu stresin artması isə ümumiyyətlə rejimin pozulmasına, orqanizmdə şəkərə meyilliyin artmasına gətirib çıxardır. Stres artan kimi kortizolun artması metabolik xaosa gətirir. Bizim orqanizmimizə daha çox enerjiyə ehtiyac olur. Biz bunu sadə karbohidratlarla, daha çox şəkərli qidalarla bərpa eləməyə çalışırıq. Bu isə müvafiq olaraq piyin davamlı toplanmasına və ümumiyyətlə toplanmış piylərin də xərclənməməsinə gətirib çıxardacaq. Yuxu çatışmazlığının olmasını nədən başa düşə bilərik? Bu zaman davamlı olaraq bizi şirniyyata çəkir orqanizm və ya kofeyə, çaya, fərqli olaraq müəyyən bir qidalara davamlı olaraq meyillənirsiniz. Mütləq görə biləcəyiniz xüsusiyyətlərdən biri 8 saat yatmanıza baxmayaraq yenə də yuxusuzsuz, yerinizdən qalxa bilmirsiniz və gün ərzində halsız, yorğun olmanız, arada bir yuxuya meyilli olmanız və çox vaxtı ətraf mühitə, bütün dünyaya hirsli olmanız sizin yuxusuzluqdan əziyyət çəkmənizə bir sübut ola bilər. Yuxumuzu yaxşılaşdırmaq üçün nə edə bilərik? Sizə bir neçə önəmli tövsiyə verəcəm. Birincisi, eyni vaxtda yatmağa çalışın. Yəni, qəbul olunmuş normalar daxilində çox gec olmadan saat 10-mu, 11-mi, bəlkə kimsə saat 9-da, amma eyni vaxtda orqanizmi yatmağa öyrəşdirin. Xüsusi tövsiyəm yuxudan əvvəl mühiti yaratmaqla olacaq, yuxu gigiyenasını formalaşdırmaqla. Mühit dediyim qaranlıq otaq olmalıdır. Yəni
mütləq şəkildə buna əməl edin. Yuxudan öncə device'lardan, telefonlardan, planşetlərdən, televizordan, gadgetlərdən istifadə etməyin. Onlardan gələn işıq, xüsusən də o mavi işıq, göy işıq sizdə melatoninin, yuxu hormonunun sintezinin qarşısını alacaq. Yatmazdan öncə yataq otağının havasını dəyişin. 18-20 dərəcəlik bir temperatur mühitini formalaşdırmaq üçün hətta gecə boyu pəncərəni və ya nəfəsliyi açıq qoya bilərsiniz. Əlavə tövsiyələrdən biri axşam yuxudan öncə biraz gəzsəniz havada, bu sizin yuxunuzun keyfiyyətini mütləq şəkildə yaxşılaşdıracaq. Qida qəbuluna fikir verin. Adətən qida qəbulunu yuxudan 3 saat, 2 saat yarım ən azı öncə bitirməliyik. Çünki dolu mədə ilə biz yata bilməyəcəyik. Həzm prosesi bizim yuxumuzu poza bilər. Bütün bunları nəzərə almaqla bir daha mühitin tam qaranlıq olması, səssiz olması çox önəmlidir. Unutmayın ki, melatonin yalnız qaranlıq bir mühitdə sintez oluna bilir ki, bizim də əsas yuxu hormonumuz məhz melatonindir. Sizə bir vacib mineral haqqında məlumat vermək istəyirəm. Bu mineral əzələ və sinir sisteminin relaksasiyasını təmin etməklə yuxu hormonu melatoninin sintezini artırır. Bu maqneziumdur. Məhz maqneziumun sayəsində o cümlədən kortizol, stres hormonunun sintezi aşağı düşür. Bu da yenə də öz növbəsində yuxunun keyfiyyətini və effektivliyini yaxşılaşdıra bilir. Maqnezium və keyfiyyətli yuxu arasında bir bərabərlik işarəsini qoya bilərik. Şəxsən mən maqnezium seçərkən maqneziumun orotat turşulu formasına üstünlük verirəm. Məhz orotat turşusu hesabına maqnezium hüceyrənin daha dərin hissələrinə keçərək orqanizm tərəfindən daha effektiv mənimsənilə bilir. Bir daha xatırlatmaq istəyirəm ki, gündüz, günorta hər şeyi düzgün etsək, diyetə əməl etsək, fiziki aktiv olsaq belə, yuxunu vaxtında yatmırıqsa, sizin vücud piydən əl çəkməyəcək, piyi qoruyub saxlayacaq və kilo vermək çox çətin olacaq. Ona görə də özünüzü əziyyətə, zülmə salmayın. Kilo vermək istəyirsinizsə, vaxtında yatın. Kilo vermək deyərkən ağla gələn əsas fiziki aktivlik olaraq intensiv qaçış, kardio məşqləri və ya digər tər tökən hərəkətlər ağlımıza gəlir. Amma başa düşməliyik ki, bizim orqanizmimizdə metabolizmin əsas iştirakçısı, ümumiyyətlə kaloriləri yandıran, bizim sağlam, cüssəli, qamətli olmağımızı təmin edən əsas orqan əzələlərimizdir. Əzələlərimiz nə qədər inkişaf etmiş, nə qədər böyük olarsa, orqanizm davamlı olaraq onlara enerji xərcləyəcək. Sağlam əzələlər, inkişaf etmiş əzələlər uğurlu və sürətli metabolizm deməkdir bizim üçün. Ona görə əzələlərinizin qayğısına qalmaqla, əzələ məşqləri etməklə biz sakitlik vəziyyətində belə yetərincə kalori yandıra bilərik və bu bizə həm yuxu zamanı, həm sakitlik zamanı çox effektiv şəkildə yağları parçalamağa kömək edəcək. Güc və ağırlıq məşqlərindən sonra adətən yağ yandırılma 48 saat davam edir. Bu məhz əzələlərin hesabına baş verir. Müqayisə üçün qeyd edeyim ki, kardioda və ya daha qısa müddətli intensiv məşqlərdə yağ yandırılması yalnız məşq anında baş verir. Və bu baxımdan yenə də əzələ məşqləri, güc və ağırlıq məşqləri bizə daha effektiv şəkildə sonraki günlərdə də yağın yandırılmasına kömək etmiş olur. Güc və ağırlıq məşqləri sayəsində biz əzələləri itirmədən yalnız piyi yandırmaqla daha sağlam şəkildə, daha gözəl bədən quruluşuna malik olacağıq. Bununla müqayisədə kardio məşqlər zamanı biz piyi itirməyimizə rəğmən əzələni də itirə bilərik. Ona görə ağırlıq və fiziki məşqlər daha sağlam şəkildə kilo verməyə kömək edəcək. Güc məşqləri deyərkən nəyi nəzərdə tuturuq? İlk olaraq ağırlıqla edilən məşqlər. Burada qantellər, çəki daşları, ştanga ola bilər, öz çəkimizlə yenə işləyə bilərik. Bunun üçün xüsusi dartılma hərəkətləri, məşhur jimlər və ya adjimaniyalar və ya jgutdan istifadə edib oturub qalxmaq, əlavə trenajorlar, jgutlar, istənilən vasitələrlə əzələlərin məşqi güc məşqlərini tamamlayır və ən əsası
siz əzələlərinizin məşq zamanı və məşqdən sonra yorulacağını, yorğun olacağını hiss etməlisiniz. Bu zaman bu nəyin göstəricisidir? Bu onun göstəricisidir ki, əzələləriniz həqiqətən məşq edib, bax bu güc məşqləri sayılır. Və sözsüz ki, məşq etməklə, güc məşqləri ilə biz asanlıqla Schwarzenegger kimi böyük əzələlərə sahib olmayacağıq. Bunun üçün illər testosteron və tonlarla toyuq əti lazımdır. Amma yenə də dediyimiz güc məşqləri bizi Schwarzenegger etməsə də daha qamətli, daha incə, sağlam və gözəl bədən quruluşuna və ən əsası sağlam, özgüvəni yüksək olan bir bədən quruluşuna gətirib çıxardacaq. Fiziki aktivliyi həyatımıza necə daxil etməliyik? Buna bir neçə nümunə deyəcəm. Birincisi, intensivlikli fiziki məşqlər həftədə 2-3 dəfə olmaqla 40-45 dəqiqə davamlılıqla yetərli ola bilər. Gündəlik açıq havada gəzmək, ən azı 7000 addımı keçməklə yetərincə bir fiziki aktivliyə nümunə ola bilər. Ən pis halda bacarmadığınız tərzdə hər gün səhər və ya axşam edəcəyiniz gimnastikalar ev şəraitində. Bu da bir nümunədir. Və sonda hətta liftdən istifadə etməmək, liftdən imtina və pilləkənləri piyada çıxmaq bu özü bir fiziki aktivliyə nümunə ola bilər. Əsas məqam, unutmayın, bir fanatizmə getmək lazım deyil. Bacardığınızı, amma davamlı etmək çox önəmlidir. Əgər siz yetərincə fiziki aktiv olub, balanslı qidalanırsınızsa və yenə də halsızlıqdan, yorğunluqdan əziyyət çəkirsinizsə, bu sizin orqanizminizdə B12 vitamininin defisitinin bir sübutu ola bilər. B12 vitamini orqanizmdə çox önəmli funksiyalara malikdir. O, beyin qan dövranını bərpa edir, konsentrasiyanı artırır, koqnitiv funksiyaları bərpa edir, əzələlərin məhz məşqdən sonra tez bir zamanda bərpasına kömək edir, energetik prosesləri sürətləndirir. Xüsusən də vegetarian qidalanma tərzində olanlar və ya hansısa bir səbəblərdən ət və digər ət məhsullarını yeməyənlər və ayrıca qeyd etmək istədiyim yanlış diyetlər edənlər heyvan mənşəli qidaların azlığı sayəsində B12 vitamininin ciddi defisitini müşahidə edir. Məhz bu baxımdan B12 vitamininin qəbul edilməsini tövsiyə edirəm. Bu sizin koqnitiv funksiyalarınızı da bərpa etməklə düzgün qərar verməyə kömək edəcək. Çox zaman kilo verərkən, xüsusilə də kalori defisiti ilə kilo verərkən orqanizm yüngül bir stres yaşayır. Bu stres nəticəsində orqanizmin immun sistemi ən çox zərər görə bilər. Çünki orqanizm zülallarını parçalayır, digər resurslarını səfərbər edir və immun sistemi ciddi zərər görə bilər. Bundan sonra hamımıza tanış bir mənzərə baş verir. Vaxtlı-vaxtında məşq edirsən, yeyirsən, fiziki aktivsən, yuxuya fikir verirsən, amma buna rəğmən həmişə halsızsan, yorğunsan, xəstəliklər səndən əl çəkmir və ümumiyyətlə əhval-ruhiyyən aşağı düşür. Bunun qarşısını almaq üçün sizə bir neçə dənə effektiv çalışan bir tövsiyəm olacaq. Birincisi yuxu rejimidir. Sağlam yuxu rejimi immun sisteminin qorunması üçün, orqanizmin bərpası üçün çox vacibdir. Əgər siz hər gün 6-7 saatdan az yatırsınızsa, bu immun sisteminizə ciddi bir zərbə ola bilər. Balanslı qida rasionu, hətta defisitli diyetlər zamanı da vacib məqamlardan biri rasiondakı zülalın, liflərin, dəyərli yağ turşularının olmasına əməl etmək, xüsusən də mikronutriyentlərin dəmir, sink, maqni, vitamin D-nin gəlməsinə, qida ilə qəbuluna fikir vermək lazımdır. Adekvat fiziki aktivlik, bəli, düz eşidirsiniz, məşqlər, fiziki aktivlik çox önəmlidir, amma çox zaman bu məşqləri fasiləsiz, istirahətsiz ediriksə, bu da immun sistemə ciddi zərbə getirir. Stresin idarə olunması, meditasiyalar, axşam gəzintiləri, kitab oxumaq və digər hobbilərlə məşğul olmaq çox önəmlidir. Çünki immun sistemi qorumaq istəyiriksə, biz stressdən uzaq durmalıyıq. Önəmli məqamlardan biri də orqanizmi nutriseptiklərlə dəstəkləmək vacibdir. Bu xüsusən də defisit şəraitində müəyyən mineralların, vitaminlərin seçici olaraq orqanizmə verilməsi ilə
immun sistemin qorunması və bərpası üçün çox önəmlidir. Sizə bir vacib mikroelement haqqında danışacağam. Bu mikroelement sağlam immunitetimizi formalaşdırmaqla hormonların normal funksiyasını bərpa edir, yuxunu normallaşdırır və məşqdən sonra orqanizmin sürətli bərpasına kömək edir. Bu mikroelement sinkdir. O, aşağıdakı funksiyaları yerinə yetirir. 1. Stres hormonu kortizolun səviyyəsini aşağı salır. 2. Testosteronun sintezini artırır. Bu xanımlarda da çox vacibdir. Və nəhayət, sink immun sistemini gücləndirməklə, xüsusən də aşağı kalorilərlə intensiv məşqlər zamanı bizim üçün çox vacibdir. Əgər siz tez-tez xəstələnir, çox gec bərpa olunursunuzsa və ümumiyyətlə halsızlıqdan əziyyət çəkirsinizsə, bu sizdə sinkın çatışmazlığının bir əlaməti ola bilər. Məhz bu baxımdan mən sink defisitini aradan qaldırmaq üçün sinkarotu tövsiyə edirəm. Sinkın aratat turşusu olaraq o çox effektiv mənimsənilməyə və sorulmaya malikdir. İndi isə sizə tapşırığım olacaq. Səhər tezdən ac qarnına tərəzidə çəkilin və bel ölçünüzü qeydə alın. Bu məlumatları bir yerə yazın. Bu sizin başlanğıc nöqtəniz olacaq və 14 gündən sonra yenidən bu parametrların ölçüsünü götürmək vacib olacaq. Aldığınız yeni məlumatları tətbiq edin, sınayın, müxtəlif eksperimentlər edin və sizə uyğun olanı seçib öz strategiyanızı formalaşdırın. Bütün bunlara baxmayaraq, əgər bir aydan sonra hələ də bir dəyişiklik, müsbət dəyişiklik görmürsünüzsə, deməli siz optimal defisit yaratmamısınız. Bu zaman sizə ya fiziki aktivliyi artırmaq ki, enerji sərfiyyatınız artsın, ya da qəbul olunan kaloriləri, rasionu azaltmaq lazım olacaq ki, bunu da karbohidratlardan etməyə tövsiyə edərdim. Kilo vermə prosesi zamanı yaranan bütün suallarınızı rəylərdə qeyd edin, məmnuniyyətlə onlara cavab verəcəm. Gələcəkdə aldığınız nəticələri də bizimlə paylaşmağı unutmayın.